Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə mən sizə effektiv müəllim-şagird və müəllim-valideyn münasibətlərinin izahını təqdim edəcəm. Bu mövzumuz bizim çox rahat mövzudur, həmçinin də imtahan üçün vacib olan mövzulardandır. Gəlin vaxt itirmədən başlayaq izahımıza. İlk əvvəl istəyirəm effektiv şəkildə müəllim-şagird münasibətləri necə olur, ondan danışaq. Müəllimlə uşaqlar arasında pozitiv münasibət necə yaratmaq olar? Müəllimlə şagird arasında olan pozitiv münasibət qarşılıqlı inam, hörmət və qarşılıqlı dəyərə əsaslanan münasibətdir. Biz zaten kurikulumun o biri mövzularından da bilirik ki, keçdiyimiz mövzulara əsasən də bilirik ki, müəllim sinifdəki uşaqları olduqları kimi qəbul etməlidir. Uşaqları olduqları kimi sevməlidir, qəbul edib. Yəni uşaqlar arasında bərabər imkanlar yaratmalıyıq, onlar arasında fərq qoymamalıyıq, sevgini bərabər şəkildə paylamağı bacarmalıyıq sinifdəki bütün uşaqlara, onların akademik nəticələrinə görə, davranışlarına görə, qiymətlərinə görə, onların varlı kasıb olduqlarına görə fərq qoymamalıyıq. Biz onları olduqları kimi qəbul edib, onları olduqları kimi sevməliyik. Belə olduğu halda da müəllimlə şagird arasında pozitiv bir münasibət yaranır və düzgün şəkildə qurulan münasibət olan yerdə isə effektiv öyrənmə prosesi baş verir. Baxın, burada başlığında da bir cümlə yazılıb. Bir düzgün münasibət qurulmadan əhəmiyyətli öyrənmə baş verə bilməz. İnsanın şəxsiyyət tipləri var idi ki, ekstravert və introvertlər. Ekstravert şəxsiyyət tipinə malik olan insanları biz demişdik ki, xaricdən motivasiya gözləyirlər. Məsələn, tutalım mən riyaziyyat fənnini, mənim əgərləri dərs keçdiyim müəllim riyaziyyat fənnindən mən o müəllimi sevmirəmsə, artıq mənim həmin o müəllimin fənninə qarşı marağım azalmağa başlayacaq. Müəllimdən xoşum gəlmirsə, riyaziyyat fənnini də sevməməyə başlayacağam. Artıq başlayacaq mənim akademik nəticələrimə təsir etməyə. Ona görə də biz deyirik ki, müəllim, şagird arasında pozitiv bir münasibət, qarşılıqlı inama, hörmətə, qarşılıqlı dəyərə əsaslanan bir mühit qurulmalıdır ki, orada pozitiv bir münasibət qurulmalıdır ki, təbii ki, orada effektiv şəkildə də öyrənmə baş versin. Və uşaqları biz sinifdə olan olduqları kimi qəbul etməliyik. Və biz sinifin idarə edilməsində də demişdik ki, uşaqlar üçün biz tədris ilinin əvvəlindən gözləntilər qoymalıydıq. Yəni ilk tədris ilinin ilk günlərindən biz öz normativlərimizi, gözləntilərimizi müəyyənləşdirməliyik uşaqlara. Uşaqlar bilməlidirlər ki, hansı davranış üçün davranışa bizim üçün icazə var, hansı davranışı biz nümayiş etdirsək, biz artıq sərhədləri aşmış oluruq. Bəzən müəllimlər deyir ki, məsələn, effektiv şəkildə bu cür pozitiv bir münasibət quranda yəni həddini aşmış oluruq. Yəni bu demək deyil ki, artıq uşağa hər şeyi biz icazə verməliyik. Yəni hər şey öz yerində, qədərində olmalıdır. Artıq uşaqlar o gözləntiləri tədris ilinin əvvəlindən müəllim onlara müəyyən edir ki, ay uşaqlar, sizə bu cür bu gözləntilər, məsələn, bu davranışa icazə var, bu davranışa icazə yoxdur. Uşaqlar artıq o sərhədləri bilməlidir. Yəni bu demək deyil ki, müəllim uşaqlarla pozitiv bir münasibət qurur deyə, müəllim uşaqların dostudur. Yəni sadəcə düzgün şəkildə müəllim yeri gələndə yumordan da istifadə etməlidir, yeri gələndə zarafat da etməlidir, gülməlidir də, dərsinin də öz yeri var. Yəni hər şey öz yerində, qədərində olmalıdır. Və təbii ki, bayaq dediyim kimi, pozitiv bir münasibət olması üçün orada qarşılıqlı inam olmalıdır, hörmət olmalıdır, qarşılıqlı dəyərə əsaslanan bir münasibət olmalıdır ki, sinifdə effektiv şəkildə öyrənmə baş versin. Bəzən ibtidai siniflərdə biz müşahidə edirik, hal-hazırda da sosial şəbəkələrdən də görürük ki, yəni bəzi müəllimlər həqiqətən hədsiz dərəcədə uşaqlarına çox mehriban olur. Əsasən də ibtidai siniflərdə canım, cicimlər, nə bilim qucaqlaşmalar, yəni biraz sərhədləri aşan müəllimlər olur. Bu formada da münasibət əslində düzgün deyil. Yəni pozitiv, hər şey öz qədərində, yerində, sərhədində olmalıdır. Bu belə. İndi isə burada xüsusi nüanslar verilib ki, müəllimlə şagird arasında olan pozitiv münasibətlərin hansı yollardan istifadə edərək pozitiv bir münasibət qura biliriksə, burada müəyyən təkliflər irəli sürülüb bizə. Amma təbii ki, hər bir müəllim özündən asılıdır, öz strategiyalarını da yarada bilər. Sadəcə indi bizə kitabda verilən bu vacib elementləri mən sizə sadalayıram. Birincisi burada deyilib ki, tədris ili başlamazdan əvvəl şagirdlərə qısa xoş gəlmisiniz məktubu göndərib, onlarla görüşüb necə səbirsizliklə gözlədiyinizi bildirmək. Yəni bu strategiya artıq daha çox ibtidai sinif şagirdləri arasında effektiv nəticə verirdi. Yəni tədris ili başlamazdan əvvəl uşaqlara qısa xoş gəlmisiniz məktubu göndərə bilər. Sonra ikinci deyilir ki, burada yuxarı sinif şagirdləri ilə sizin sinifə keçməmişdən əvvəl aşağı siniflərdən tanış olmaq. Məsələn, mən ümumi orta təhsildə dərs deyirəmsə, ibtidai təhsildə olan uşaqlar hələ ibtidai təhsildə
oxuyarkən onlarla tanış ola bilərik. Tənəffüs vaxtı ola bilər və yaxud da əlavə boş vaxtlarımızda onlarla məşğul ola bilərik, gedib tanış ola bilərik. Yəni belə olduğu halda həqiqətən də onlar artıq pozitiv bir münasibət qurur, müəllimi sevməyə başlayırlar. Bir var ki, birbaşa onlar 5-ci sinifə çıxanda sinifə girib, mən sizə bu fənni tədris edəcəm, mən sizin müəlliminizəm, orada tanış olmaq. Bir də var ki, artıq ibtidai sinifdən o uşaqlarla siz tanışlıq eləyirsiniz, tanış olursunuz. Belə olanda da pozitiv bir münasibət qurulmuş olur. Şagirdlər üçün oyunlar, tədbirlər təşkil etmək, müxtəlif oyunlardan istifadə edə bilərik onlar üçün maraqlı olan. Dərs ilinin əvvəlində sinfi bir-birini bağlayan fəaliyyətlər həyata keçirə bilərik. Yəni onlar arasında ünsiyyəti yaxşılaşdırmaq üçün uşaqlar bir-birlərinə utancaqlıq aradan qalxsın, gərginlik aradan qalxsın. Yəni müxtəlif fəaliyyətlər, hətta buzqıran strategiyalarından da istifadə edə bilərik. Yəni sinfi bir-birinə bağlayan, empati hissi gücləndirən fəaliyyətlər həyata keçirə bilərik. Sonra şagirdlərin ad günlərini və yaxud da hər hansı bir tədbir və ya yarışmalardakı uğurlarını dərsin vaxtına mane olmadan sözlü şəkildə qeyd etmək. Bəli. Yəni əvvəlcədən sinif rəhbərisinizsə, məsələn, uşaqların ad günlərini, tarixlərini yazıb özünüzdə saxlaya bilərsiniz. Uşağın ad günü olanda, sinifə gələndə, dərsə başlayanda sözlü şəkildə, yəni dərsin vaxtını çox itirmədən, sözlü şəkildə sadəcə bir təbrik eləyə bilərik qısa şəkildə orada. Və yaxud da hər hansı bir tədbirdə, yarışda uğur qazanıbsa uşaq, onu sözlü şəkildə qeyd eləyə bilərik. Bu da həqiqətən uşaq üçün pozitiv münasibət qurmaqda effektiv sayılır. Şagirdləri hər gün sinif otağının qarşısında qarşılayaraq salamlamaq. Əsasən də ibtidai sinif müəllimləri də, yuxarı siniflərdə də təbii ki, ola bilər. Yəni şagirdləri sinif otağının qarşısında onları salamlayanda, elə səhər gələndə olsun və yaxud da mənim dərsim tutalım 3-cü saatdırsa, tənəffüsdə gedib sinifdə gözləyə bilərəm və yaxud da qapının qarşısında onları salamlaya bilərəm. Həqiqətən də belə deyim ki, pozitiv bir, onların üzündə bir gülüşə səbəb olur. Dərsinin əvvəlində şagirdlərin hər birinin şəklini çəkib, bu şəkillərin altına onların siniflə bağlı fikirlərini, şərhlərini yazırıq. Müntəzəm olaraq şagirdlərin dəyişən fikirləri, şərhləri şəkillərin altında qeyd edirlər. Yəni buna həmçinin də fikir lövhəsi deyilir. Baxın, fikir lövhəsi formasında bir dənə lövhə təşkil edərək burada artıq uşaqlar siniflə bağlı fikirlərini, şərhləri yaza bilərlər. Dəyişən fikirləri, öz şərhlərini o şəkillərin altında qeyd edə bilərlər. Burada sonra 8-ci, indi ardıcıllıq vacib deyil burada, mən özüm indi 8-ci falan deyirəm. Sadəcə bu ümumi nüansları yadda saxlayırsınız. Müəllimlə çətin, soyuq münasibəti olan şagirdlərin məktəbdən kənar baş verən hər hansı bir tədbirdə və yaxud da yarışmada müəllimin iştirak etməsi. Yəni belə məsələn elə müəllimlə şagird var ki, aralarında biraz soyuq münasibət var. Belə olduğu halda müəllim dərsdən sonra uşağın hər hansı bir yarışı varsa, qaçış yarışı var, məktəbdən kənar bir yarışda, nə bilim, şahmat oyunda, hər hansı bir oyunda iştirak edirsə, gedib həmən o uşağın yarışında iştirak edə bilər. Yəni belə olduğu halda da şagirdlə olan münasibətinə müsbət təsir göstərəcəkdir bu. Sonra ekranımızı bu tərəfə eləyək. Sonra burada deyilir ki, şagirdlərin maraqlarını tədris məzmununda nəzərə almaq, tədris fəaliyyətləri ilə şagirdlərin şəxsi həyatları, maraqları arasında əlaqə qurmaq. Yəni bəzən belə deyim də, uşaqlar müəllimin özləri ilə də maraqlı olurlar. Yəni hər hansı bir həyat hekayəmizi, təcrübəmizi bölüşəndə onlar üçün maraqlı olur. Yəni deyirlər ki, müəllim həqiqətən də dərs prosesində özləri də sual verirlər. Yəni öz oxuduğumuz tələbə illərimizdən ola bilər. Yəni öz şəxsi həyat təcrübələrimizi onlarla bölüşəndə onlar arasında biraz yəni pozitiv münasibətlərə gətirib çıxarır. Sonra burada müəllimin fiziki davranışları ilə şagirdlərdə maraq oyatması, lazımlı məqamlarda şagirdlərə gülümsəməsi, əlini şagirdlərin çiyninə qoyaraq onu cəsarətləndirməsi, yumordan istifadə etməsi, danışarkən göz kontaktı qurması, bu da effektiv şəkildə pozitiv bir münasibətin qurulmasına gətirib çıxarır. Bu həqiqətən də belədir. Yəni bir var ki, müəllim sinifə yorğun daxil olur, nə bilim, yəni gülmür, ümumiyyətlə çox belə sərt cəza tədbirləri tətbiq edərək sinifə daxil olur, əsəbləşir, uşaqların üstünə qışqırır. Bu formada olanda təbii ki, orada bir effektiv münasibət qurulmaz. Amma müəllim özü fiziki davranışları ilə, özü belə deyim, şən, əhval-ruhiyyəli, motivasiyalı, pozitiv bir şəkildə sinifə daxil olur. Uşaqlarla o cür münasibət quranda dərs prosesində də effektiv öyrənmə baş verir. Həmçində yumordan istifadə etmə, təbii ki, o yumordan istifadə etmə öz həddində, qədərində olmalıdır. Yəni uşağın artıq şəxsiyyətinə təhqir edici, nə bilim, o formada olmaz. Hər şey öz yerində, qədərində olmalıdır.
Sonra burada şagirdlərlə effektiv şəkildə ünsiyyətin qurulması üçün müəllimin üslubları var. Mən zaten hər dərsdə sizə vurğulayıram bunları. Deməli, şagirdlərlə effektiv ünsiyyət qurmaqda müəllim 2 dənə üslubda çıxış edir. Demokratik üslub, avtoritar üslub. Deməli, bu demokratik üslubda verilib ki, humanizm, həssaslıq, qarşılıqlı tərəfdaşlıq, bərabər hüquqların yaradılması və empatiya. Yəni demokratik üslub odur ki, burada artıq sağlam psixoloji bir mühit yaradılır müəllim tərəfindən uşaqlara. Orda hədə-qorxu olmadan, uşaqlarla empatiya quraraq, onları anlayaraq, müəllim özünü onların yerinə qoya bilərək bu formada sağlam psixoloji, uşaqların səhv etməkdən qorxmadıqları, bərabər imkanların yaradıldığı bir mühit nəzərdə tutulur. Avtoritar üslub isə bunun tam əksinə. Biz sinfin idarə edilməsində 2 dənə yanaşma keçmişdik. Yadınıza gəlirmi? Hansılar idi? Xatırlayın. Reaktiv yanaşma, proaktiv yanaşma. Bunlardan hansında demişdik ki, müəllimin əvvəlcədən hazırlanmış bir planı var idi, dərsə hazırlıqlı gəlirdi sinfin idarə edilməsində. Yəni hər hansı bir belə deyim də uşaqlar arasında konflikt baş verirsə, onun əvvəlcədən hazırlanmış bir planı olurdu. Reaktiv isə sinifdə nəsə baş verəndə artıq cəza ilə, hədə-qorxu ilə, hədə-qorxu etməklə uşaqları sakitləşdirməyə çalışırdı. Bax, bu reaktiv olan yanaşma avtoritar üsluba uyğun gəlir. Proaktiv yanaşma isə demokratik üsluba uyğun gəlir. Avtoritar üslubda deyilir ki, bir tərəfli qərarın qəbul edilməsi, qaydaların icrasına sərt şəkildə nəzarət, şagirdin fikirlərindən nəzərə alınmaması, öz haqqından sui-istifadə, qərarın şagirdlər qarşısında əsaslandırılmaması. Bunlar hamısı avtoritar üsluba aiddir. Demokratik üslubda indi biraz ətraflı danışaq. Demokratik üslubda bayaqdan dediyim kimi, burada müəllim şagirdləri qərar qəbul etməyə çağırır. Onların fikirlərini, onların akademik göstəricilərini deyil, həmçində fərdi xüsusiyyətlərini də nəzərə alır. Hər bir uşağa fərqli xüsusiyyətlərin diferensiallığı təmin edir. Onların maraqlarını nəzərə alınır. Onları prosesə həvəsləndirir, səhv etməkdən qorxmamağa çalışır. Bir də baxın, burada yadda saxlayın ki, bu cür üslubun əsas metodları fəaliyyətə çağırışdır, məsləhət və xahişdir. Baxın, burada məsləhət var. İndi avtoritarı keçəndə də mən deyəcəm, orada qeyd edəcəm. Burada məsləhət, yəni müəllim uşaqlarla məsləhətləşir, bərabər imkanlar yarar, onların da fikirləri vacib tutur, onların da fikirlərini ön planda tutur. Uşaqlardan nə isə istəyəndə xahişlə, yəni xahiş edərək istəyir nə isə. Bir var əmrlə, get məsələn filan kitabı mənə gətir. Bir də var zəhmət olmasa o kitabı mənə gətir. Bu formada xahiş, məsləhət, fəaliyyətə çağırış kimi üsullardan, metodlardan istifadə edir. İndi isə avtoritar üslubu keçək. Avtoritar üslubu da bayaq dedik ki, yəni uşağa sadəcə bir obyekt kimi yanaşır. Yəni özü subyekt tərəfində çıxış edir, uşağa isə sadəcə obyekt kimi, əvvəlki ənənəvi sistemə uyğundur. Yəni uşaqlara əsəbləşir, müəllim hər hansı bir cəza tədbirləri görür, onları qorxudaraq nə isə etməyə, səhv etməkdən, o cür avtoritar üslubda çıxış edən müəllim olan sinifdə uşaqlar səhv etməkdən qorxurlar. Uşaqlar müəllimdən nə isə soruşmaqdan qorxurlar, çəkinirlər, səhv etməkdən qorxurlar ki, müəllim bizə əsəbləşəcək, cəza tədbirləri yerinə yetirəcək, bir tərəfli qərar qəbul edir burada. Müəllim üçün uşaqların fikirləri, qərarları maraqlı deyil. Mən necə deyirəmsə, o cür də olacaq deyir. Yəni avtoritar üslubda dominant olur, icraçı olur, hər şeyi tək başına müəyyən edir. Mən özüm bilərəm, mən bu formada istəyirəmsə bu formada olacaq. Yəni artıq uşaqların fikirləri müəllim üçün əhəmiyyət daşımır. Özünü ön planda tutaraq bu formada artıq öz strategiyasını yeridir. Baxın, burada da bu cür ünsiyyətin əsas metodları əmr və nəsihətdir. Baxın, bayaqki biz demokratik üslubda dedik ki, xahişlə, nə isə istəyəndə xahiş edir. Amma avtoritar üslubda isə uşağa əmr edir və nəsihətlər verir. Ancaq nəsihət verir. Bu cür etməlisiniz, bu cür etməlisiniz. Yəni nəsihət verir. Yuxarıda isə məsləhət var idi. Baxın, məsləhətlə nəsihəti qarışdırmayaq. Məsləhətləşirsə uşaqlarla, məsləhət edərək nə isə edirsə demokratik üslubdur. Amma nəsihətlər verirsə uşaqlara dayanmadan, ağıl verirsə, məsləhət verirsə, bu artıq avtoritar üslubun xüsusiyyətləridir. Və bunlardan əlavə olaraq da kitabımızda verilməyib liberal üslub var ki, bu liberal üslub, yəni burada daha çox müəllim, mən müəlliməm, müəllim peşəsini oxumuşam, gəlir dərsinə, dərsini keçir, yəni ki, deyir ki, mən izah etmişəm, məsuliyyəti öz üzərindən atır da, yəni artıq nə edirsiniz eləyin, hər şeyi öz axarına buraxır. Deyir ki, mən dərsimi izah etmişəm, istəyirsiniz öyrənin, istəyirsiniz öyrənməyin, sizin öz işinizdir deyir. Yəni daha çox qərarı şagirdlərə buraxır, yəni öz axarına buraxır da, bir sözlə, yəni özü də orada uşaqlara bir fasilitatorluq etmir. Necə edirsiniz o formada eləyin. Uşaqlara yəni biraz çox sərbəstlik verir ki,
özünüz necə istəyirsiniz o formada eləyin deyə. Yəni burada artıq prosesi birbaşa axarına buraxır. Mən dərsimi keçdim, sonda da maaşımı alıram, istəyirsiniz oxuyun, istəmirsiniz oxumayın. Bax bu liberal üslubdur. Kitabda yoxdur, özünüzdə qeyd apara bilərsiniz. Və bir də bunu qeyd eləyək ki, müəllim özü uşaqlarla ünsiyyət quranda, ünsiyyət qaydalarına, dil qaydalarına təbii ki, nəzarət etməyi bacarmalıdır. Özü müəllim nəzakətli dildən istifadə etməlidir ki, dərs prosesində bir müəllim olaraq biz təbii ki, uşaqlara rol modelik, nümunəyik, yəni uşaqlar gördüklərini götürəcəklər. Sinifdə əgərləri müəllim özü həmişə kobud sözlərdən istifadə edirsə, düzgün ünsiyyətdən istifadə etmirsə, o uşaq da təbii ki, o cür davranmağa başlayacaq. Bir-birlərinə münasibətdə o formada münasibətdən istifadə edəcək. Əsasən də ibtidai siniflərdən başlayır, sonra yuxarı siniflərə qədər davam eləyir. Ona görə müəllim özünü etməlidir, nəzakətli dildən istifadə etməlidir. Baxın, burada da bir sıra qeydlər verilib. Burada məsələn deyilir ki, hər bir müəllim sinifdə ədəbi dildən istifadə etməyi çalışmalıdır. Şagirdlərin də sinifdəki şagirdlərin də istifadə etdiyi dialektlərə hörmətlə yanaşmaqla bərabər onları da ədəbi dildən istifadə etməyi həvəsləndirməlidir. Ola bilər ki, bəzən müəllimlər ləhcə ilə danışırlar, amma çalışmalıdır ki, hər bir müəllim ədəbi dildən, yəni o ləhcəni get-gedə aradan qaldırmalıdır. Ədəbi dildən istifadə etməyə çalışmalıdır. Həmçində uşaqlarda ədəbi dildən, yəni dialektlərə hörmətlə yanaşmaqla onları ədəbi dildən istifadəyə həvəsləndirməlidir, onları öyrəşdirməlidir. Müəllim şagirdlərə bir-birinə hörmətlə danışmağını istəyir. Ona görə də özü də onlarla belə bir ünsiyyət qurmalıdır. Təbii ki, rol model olmalıdır. Müəllim onlara bir-birlərinin xətrinə dəyməmələri, bir-birindən kobud danışmamalarını istəyir. Deməli, özü də onlarla ünsiyyətdə bu deyilənləri nəzərə almalıdır. Yəni müəllim ilk əvvəl özü onlara riayət etməlidir ki, uşaqlar da müəllimə baxaq, o formada hərəkət etsinlər. Müəllim şagirdlərin bir-birinə ünsiyyətdə əmr deyil, xahiş cümlələrindən istifadə etmələrini istəyir və özü də ona görə xahiş edirəm, təşəkkür edirəm. Bəzən müəllimlər bunu eləmir, uşaqları birbaşa əmrlə, avtoritar üslubda çıxış edir. Get kitabı gətir, get filan yerdən jurnalı gətir, get o biri sinifdən jurnalı gətir, nə bilim qələm gətir, ruçka gətir. Yəni bunu xahişlə. Bəzi müəllimlər həqiqətən bunu özlərinə sığışdıra bilmirlər. Amma təbii ki, uşaq da olsa, qarşımızdakı bizdən balaca da olsa, şagirdimiz də olsa, biz o ədəbi dildən, ünsiyyətimizdə düzgün cümlələrdən istifadə etməliyik. Xahiş cümlələrindən istifadə etməyi bacarmalıyıq. Təşəkkür edirəm, nə bilim, qələm verəndə təşəkkürlər, xahiş edirəm, zəhmət olmasa kimi sözlərdən istifadə etməyi bacarmalıyıq ki, uşaqlar da bizə baxaraq öz aralarında bu sözlərdən istifadə etsinlər, öz ünsiyyətlərinə daxil etsinlər. Bunlar oldu bizim effektiv müəllim-şagird münasibətləri. Bir də ki, müəllim, burada bir şey də qeyd olunub ki, müəllim təbii ki, günortaya qədər bu dərsdən çıxıb o biri sinifə daxil olur, yəni yorulur. Təbii ki, müxtəlif tonlar ala bilər səsi, amma daim sakit və idarə olunan səslə danışmağı bacarmalıdır. Sinifə yeni bir mövzu və yaxud da kitab təqdim edərkən müəllimin səsində xoş bir heyecan, entuziazm, yəni özü heyecanlı, maraqlı təqdim etməyi bacarmalıdır. Yəni hər şey yerində, qədərində olmalıdır. Müəllim nə qədər yorğun olsa da, indi ay mənim başım ağrıyır, ay nə bilim, yəni o acığı, o yorğunluğu uşaqlardan çıxartmamalıdır. Yəni müəllim daima sakit və idarə olunan səslə danışmağı bacarmalıdır, özünü daima motivasiya etməyi bacarmalıdır və təbii ki, müəllim nə qədər sinifdə şən əhval-ruhiyyəli olsa, pozitiv olsa, motivasiyalı olsa, təbii ki, bu uşaqlara da yansıyır. İndi başa düşürəm, uşaqlarla işləmək həqiqətən çətindir. Sinifdə şagird sayı da çox olanda bir-bir onları idarə etmək, onlarla məşğul olmaq müəllimin işi həqiqətən çətindir. Amma bu cür strategiyalardan da istifadə edəndə həqiqətən də effektiv nəticəni görəcəksiniz. İndi isə keçək effektiv müəllim-valideyn münasibətlərinə. Deməli, valideynləri tədris prosesinə cəlb olunanda təbii ki, orada şagirdlərin akademik nailiyyətləri, onların şəxsiyyət kimi formalaşmalarına böyük bir təsiri olur. Yəni məktəb çalışmalıdır ki, müəllim və valideyn arasında əməkdaşlığı qursun. Yəni bunu hətta məktəb, müəllim, valideyn üçbucağı da deyilir. Yəni bu əlaqə həmişə olmalıdır məktəblə, müəllimlə, valideyn arasında. Belə olduğu halda uşaqların akademik nəticələri də yüksək olur. Və təbii ki,
bir müəllim olaraq biz valideynlərlə düzgün şəkildə münasibət yaratmağı, düzgün şəkildə əlaqə qurmağı bacarmalıyıq. Bəzən bu reallıqdır ki, müəllimlər çox vaxt valideynləri nə vaxt zəng eləyib onlarla danışıq aparır. Ancaq uşaqlarının hər hansı bir davranış pozuntusu olan zaman mütləq valideynə zəng vurulub, ondan məsələn onun uşağı haqqında şikayət eləyir ki, ay sənin uşağın belə etdi, nə bilim məktəbdə pəncərəni qırdı, yoxsa onun məsələn yüksək göstərici göstərəndə, nə bilim, hər hansısa bir sertifikat falan qazananda uşaq onu zəng eləyib heç xəbər də vermirik. Amma nə isə bir davranış pozuntusu olan zaman birbaşa valideynə zəng eləyərək onu şikayət eləyirik. Yəni biz çalışmalıyıq ki, müəllim-valideyn münasibətləri pozitiv şəkildə, effektiv şəkildə qurulmalıdır. İndi onun yollarını danışacağıq birazdan. Deməli, bayaq dedik ki, məktəb, müəllim və valideyn öz tərəfdaşına çevirməlidir. Hətta buna məktəb, müəllim, valideyn üçbucağı da deyilir. Valideynin, bəzən biz valideyn iclasları təşkil edirik və valideynin məktəbə cəlb olunmamasına mane törədən amillər var. Burada üstündən xətt çəkdim. Yəni mane törədən bəzi amillər var. Baxın, bu amillər vacibdir. Testlərdə bizim qarşımıza çıxacaq. Birincisi odur ki, valideyn iclaslarının ümumi şəkildə keçirilməsi və konfidensiallığın gözlənilməməsi. Burada konfidensiallıq deyəndə gizlilik, məxfilikdir. Yəni valideyn iclasları hal-hazırda çox məktəblərdə ümumi şəkildə keçirilir. Əslində biz valideyn iclaslarını fərdi şəkildə təşkil etməliyik. Yəni hər bir indi başa düşürəm, sinifdə şagird sayı da çox olanda valideyn iclaslarını fərdi şəkildə keçirmək də çətindir. Amma valideyn iclasları bəzi məktəblərdə deyir ki, tez-tez keçirilməlidir. Baxın, bu yanlış bir addımdır və yanlış bir fikirdir. Valideyn iclasları tez-tez təşkil olunmur. İndi baxır vəziyyətə, situasiyaya, hansı məqamlarda çağırmaq lazımdırsa, o formada, yəni bir yarım il ərzində 3 dəfə, 4 dəfə keçir, amma tez-tez hər dəfə, hər 2 həftədən, 3 həftədən bir valideyn iclasları təşkil etmək bu düzgün bir hal deyil. Belə olduğu halda da valideyn artıq bezir, məktəbə gəlməkdən, işi olur, vaxtı olmur, gəlmək istəmirlər. Həmçində burada biz dedik ki, valideyn iclaslarının ümumi keçirilməsi və konfidensiallığın gözlənilməməsi. Yəni belə iclaslarda, ümumi şəkildə keçirilən iclaslarda hər hansı bir şagirdin qüsurları hər kəsin yanında, bütün valideynlərin yanında müəllim tərəfindən vurğulanır. Ay filan kəs, sənin uşağın belə etdi, sənin uşağın bu cür hərəkətlər, davranışlar nümayiş etdirir. Hər dəfə və yaxud da sinifdə indi olur da nadir uşaqlar olur, 4-5 dənə uşaq olur və ümumi valideyn iclasları təşkil eləyəndə də ancaq həmən o uşaqların adlarını tutaraq, həmən o valideynlərə sənin uşağın belə etdi, sənin uşağın həmişə nadincdir, o bir uşaqları dərsdən yayındırır, o bir uşaqların da fikirlərini yayındırır. Artıq bu formada o valideyn ancaq neqativləri eşidəndə inanın ki, artıq valideyn iclası gəlmək istəmir. Yəni mən özüm də bunu müşahidə etmişəm məktəblərdə, yəni görmüşəm də, həqiqətən də belədir. Həmişə bir uşaqdan şikayət ediriksə, ancaq onun neqativlərini söyləyiriksə, valideyn artıq həmən iclasa gəlmək istəmir. Ona görə biz deyirik ki, uşağın hər hansı bir qüsuru varsa, onun hər hansı bir arzu olunmayan bir davranışı varsa, valideyni fərdi şəkildə iclas təşkil edərək onu məlumatlandırmalıyıq biz. Təbii ki, yanına çağırmasaq da onun bir sıra üsulları var. İndi birazdan məsələn o üsulları da baxacağıq. Amma ümumi bunu da qeyd edeyim sizə, kitablarımızda yoxdur. Yəni dedik ki, fərdi şəkildə aparılmalıdır, düzdürmü? Amma ümumi valideyn iclasları da keçirə bilərik. Ümumi valideyn iclaslarda məsələn hər hansı bir məsələ ola bilər ki, müxtəlif məsələlərdə iclaslar keçirə bilərik. Təşkilati məsələlər ola bilər. Tədris ilinin əvvəlində, tədris ilinin sonunda, yəni bütün valideynləri məlumatlandırmaq lazım gələn məsələn xüsusi məsələlər olur ki, həmən vaxtı ümumi iclas keçirdə bilərik. Məsələn, hal-hazırda məktəbin nizam-intizam qaydaları var. Qırmızı kart, sarı kart, yaşıl kart. Bax, onları valideyn maarifləndiririk biz. Onu ümumi şəkildə valideyn iclasları keçirdərək orada onların hamısını hesabatı verə bilərik. Qarşıda duran hədəflər nədirsə, uşaqlarla, nə bilim hər hansı bir bayram falanla bağlı, tədbirlərlə bağlı bir iclas keçirdə bilərik. Ümumi maarifləndirmə, tutalım ki, uşaqlar imtahana gedəcək, buraxılış imtahanıdır. İmtahan heyecanını necə məsələn qaydaya salmaq lazımdır, uşaqlarla necə davranmaq lazımdır, bullyingə qarşı mübarizə yolları nədir, internet təhlükəsizliyi, maarifləndirmə tədbirləri falan, bunlardan, texnikalardan düzgün istifadə. Yəni bu formada ümumi iclaslar biz keçirdə bilərik.
müxtəlif əgərləri qanunda dəyişikliklər baş veribsə, qiymətləndirmə ilə bağlı olsun və yaxud da yeni çıxmış kitablar ola bilər, yeni dərsliklər. Yəni bu cür ümumi şəkildə biz iclaslar təşkil edə bilərik. Amma ümumilikdə biz deyirik ki, fərdi yanaşma olmalıdır. Yəni belə olanda effektiv olur. Çünki hər bir uşaq ailə mühiti fərqli olur. Mənfi cəhətləri müzakirə olunduğu halda bu cür ümumi iclaslarda artıq valideynləri yorur və məktəbdən soyumasına səbəb olur. Ona görə valideyn iclasları ümumi şəkildə keçirməməliyik. Ümumi şəkildə keçirilir. Bayaq sadaladığım xüsusiyyətlərdə və başqa xüsusiyyətlərdə ola bilər. Amma uşaqla bağlı hər bir şagirdin fərdi xüsusiyyətləri fərdi şəkildə valideynlərə bildirilməlidir. Sonra gəlir burada valideynin iş saatının çox olması səbəbinin övladının təhsilə vaxt ayıra bilməməsi. Bəli, işdə olur valideynlər. Yəni vaxt ayıra bilmir uşaqların belə deyim ki, təhsilinə. Ona görə valideynin iş saatı çox olması səbəbindən övladının təhsilinə vaxt ayıra bilmir. Müəllimin valideynlə onun övladı ilə bağlı münasibətin qurulmasına laqeyd yanaşması və ya bunu gərəksiz sayması. Bəli, bəzən də elə müəllimlər, elə sinif rəhbərləri var ki, yəni valideyn iclasları heç təşkil etmir. Buna laqeyd yanaşır. Yəni ki, bunu lazımsız görür. Nəsə bir davranış pozuntusu olanda, nəsə bir iş baş verəndə, o vaxt birbaşa zəng edib neqativləri ötürəcək valideynə. Yoxsa valideyn iclasları keçirməyi özünə belə deyim ki, məqbul görmür. Bu oldu. Bunlar vacibdir. Deməli biz dedik ki, valideynləri məktəbdən yayındıran, məktəbə gəlməsinə mane törədən amillər hansılar oldu? Valideyn iclaslarının ümumi keçirilməsi, valideynin iş saatının çox olması, həmçinin də valideynlə, müəllimin valideyni onun övladı ilə bağlı münasibət qurulmasına laqeyd yanaşması. Bəs biz valideynlərlə münasibətimizi necə möhkəmləndirə bilərik? Hansı üsullardan istifadə edə bilərik? Baxın, burada salamlama məktubu. Salamlama məktubu odur ki, tədris ilinin əvvəlində valideynlərə salamlama məktubu göndərə bilərik. Yəni bu artıq əvvəlcədən siz o valideynlərə övladlarınızın sinifdə görəcəyiniz üçün nə qədər həvəsli olduğunu, heyecanlı olduğunu göstərən pozitiv bir məktub göndərə bilərik. İkincisi odur ki, valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq. Yəni tədris ilinin ilk həftəsində bir dənə belə deyim ki, şagirdin valideyninə elektron məktub, e-mail göndərərək, yəni sinifdə olan şagirdlərin valideynlərə həmin şagirdə müşahidə edilən yaxşı bacarıqlar haqqında valideynə məlumat verə bilərik. Onların akademik göstəriciləri, davranışı barədə biz həmişə mənfi rəylərlə başlasaq birbaşa, bu artıq yəni müəllimin valideynlə olan münasibətinə neqativ təsir edəcək. Ona görə biz deyirik ki, ilk ünsiyyət. Yəni tutun ki, siz hər hansı bir sinifin sinif rəhbəri olmusunuz bu il. Hələ valideynləri yaxşı tanımırsınız, hələ uşaqları tam şəkildə tanımamısınız. Yəni artıq birbaşa valideynlə ilk münasibətinizi siz neqativ, uşaqlar haqqında belə deyim, neqativləri ötürərək başlasaz, təbii ki, o valideynlə sizin aranızda da yaxşı bir pozitiv bir münasibət alınmayacaq. Ona görə valideynlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmalıyıq. Sonra gəlir burada şagirdin irəliləyişi haqqında qeydlər göndərmək. Yəni valideynlərə övladının məktəbdə necə fəaliyyət göstərdiyi haqqında mütəmadi olaraq məlumat verməkdir. Və ən əsası isə pozitiv valideyn iclası üstündən xətt çəkdik. Heç nə olmaz. Pozitiv valideyn iclasıdır. Deməli, pozitiv valideyn iclaslarında biz bayaq da dedik ki, yəni tədris ilinin ilk həftəsində valideynlərlə pozitiv əhval-ruhiyyəli bir iclas keçirdə bilərik. Yəni bu iclasda biz nədən danışa bilərik? Təbii ki, uşaqlar belə deyim ki, dərslərə necə hazırlaşa bilərlər, onlar üçün evdə çalışmaları üçün müəyyən tövsiyələr verə bilərik. Yəni bu formada ümumi pozitiv bir iclas keçirdə bilərik. Yəni çox vaxt müəllimlərin bayaq dediyim kimi səhv etdiyi məqam odur ki, ancaq yəni pozitiv yox, birbaşa neqativləri ötürür. Yəni uşaq haqqında neqativ şəkildə danışır, edir. Yəni onun müsbət tərəfləri qalır qıraqda. Adi biz deyirik ki, effektiv şəkildə rəyin verilməsi. Uşaqda hər hansı bir mənfi münasibət, mənfi bir mənfisi də olsa, biz deyirik ki, ilk əvvəl nədən? Pozitiv tərəfdən başlamalıyıq. Əvvəlcə onun müsbət tərəfini vurğulayıb, sonra onun mənfi tərəfini göstərib istiqamət verməliyik. Yəni bu da belədir də. Yəni birbaşa hansı valideyn istəyər ki, ancaq uşağından şikayət eşitsin, ancaq uşağından neqativ şeylər eşitsin. Ona görə çalışmalıyıq ki, pozitiv tərəflərini vurğulayaq uşaqların. Həmçinin də hər hansı bir davranış pozuntusu və yaxud da başqa bir şey varsa, fərdi şəkildə artıq həmən o valideynə biz məlumat verməliyik. Sonra gəlir burada
Pozitiv məzmunlu zəng, e-mail, mesaj. Əslində bunlar hamısı demək olar ki, bir-birinin təkrarıdır. Yəni sadəcə burada bizim üçün effektiv şəkildə müəllim valideynlə necə əlaqə yarada bilərsə, onlar haqqında verilib məlumat kimi. Pozitiv məzmunlu zəng, e-mail, mesaj. Yəni bu da tədris ili boyu pozitiv məzmunlu zənglər etmək, e-mail göndərə bilərik. Məktəbli kitabçasında biz bilirik ki, uşaqların məktəbli kitabçasında qeyd hissəsi var. Orada sinif rəhbəri uşaq haqqında bir dənə müsbət bir qeyd yaza bilər. Ancaq burada da yazdı. Təəssüf ki, valideynlər ancaq adətən müəllimlərdən yalnız övladlarının mənfi davranışı ilə bağlı və yaxud da dərsdə hazırlığı ilə bağlı neqativ məlumat alırlar. Halbuki hər bir valideyn və şagird müəllimlərdən pozitiv qeydlər eşitməyi sevir. Yalnız problem olduğu təqdirdə valideynlə əlaqə saxlamamaq, şagirdin uğur və nailiyyətləri ilə bağlı müsbət fikirləri də mütləq valideynə bildirmək lazımdır. Bu həqiqətən reallıqdır, acı reallıqdır. Ancaq neqativləri ötürməməliyik. Sonra gəlir burada nə? Valideyni sinif fəaliyyətlərinə qatılması. Baxın, bu da yaxşı bir. Əsasında ibtidai siniflərdə daha effektiv olur. Müxtəlif sinif fəaliyyətlərdə valideynləri dəvət etmək. Yəni müxtəlif tutalım ki, təsviri incəsənət dərslərində valideynləri də sinifə çağıraraq, valideynlərlə birlikdə hər hansı bir rəsm işləyə bilər, rəsm çəkə bilərlər və yaxud texnologiya dərsində valideynlərlə bir yerdə əl işi hazırlaya bilərlər. Müxtəlif bayramlardır, məktəb tədbirləri, təqdimatdır. Yəni bu kimi fəaliyyətlərdə valideynləri cəlb eləyə bilərik. Həmçində uşaqlar da artıq sinifdə məsuliyyətli olur, maraqlı olur onlar üçün. Və formativ dəftər qeydləri. Formativ dəftər qeydləri də müəllim, biz bilirik ki, hər bir müəllim şagirdin irəliləyişləri haqqında qeydlər götürür, öz formativ dəftərində qeydlərini aparır uşaqlar haqqında və bunu da təbii ki, valideynlərlə vaxtaşırı biz bölüşməliyik. Sonra baxın, burada qeyd olunub ki, valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələyə diqqət etmək lazımdır. Bayaqdan biz valideynlərlə münasibətlərimizi möhkəmləndirmək üçün üsulları sadaladıq ki, nələrdən istifadə edə bilərdik? Salamlama məktubu göndərərdik, valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmalıydıq, şagirdin irəliləyişi haqqında qeydlər göndərmək, pozitiv şəkildə valideyn iclasları, pozitiv məzmunlu zəng, e-mail, mesaj göndərirdi. Valideynlərin də sinif fəaliyyətlərinə qatılması, bir də dedik hansı? Formativ dəftər qeydləri. İndi isə valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələyə diqqət yetirməliyik. Bunlar hansılardır? Baxın, bunlar da vacibdir, testlərdə düşür. Təşəbbüsü ələ almaq. Təşəbbüsü elə almaq odur ki, bəzən müəllimlər valideynlə ünsiyyət qurmaq üçün fəallıq göstərmirlər. Yəni ki, oturub gözləyirlər də, yəni heç valideynlə əlaqə qurmaq istəmirlər. Amma məsuliyyətini dərk edən müəllim deyilir ki, müəllim valideyni gözləmədən heç bir gecikmə və çaşqınlıq yaranmamış, özü münasibətin qurulması üçün təşəbbüsü ələ almalıdır. Yəni özü təşəbbüs göstərməlidir, özü valideynlə əlaqə saxlamalıdır. Bax, bu təşəbbüsü ələ almaqdır. Sonra gəlir burada təkidli israrlı olmaq. Baxın, təşəbbüsü ələ almaqla təkidli israrlı olmağı müəllimlər qarışdırır. Təkidli israrlı olmaq odur ki, məsələn, müəllim valideyni zəng eləyir, valideyn isə müəllimin zənginə geri dönüş eləmir, telefonu tutmur. O birinci zəngdə, ikinci, hətta üçüncü çağırışımıza belə cavab verməyə bilər. Amma bir müəllim kimi biz nə etməliyik? İsrarlı olmalıyıq. Yəni bunun bir neçə səbəbi ola bilər. Ola bilər hər hansı bir yerə gedib, telefonu görməyib, səssizdə olub, başı qarışıb. Yəni bir müəllim kimi biz israrlı olmalıyıq. SMS yaza bilərik, hər hansı bir mesaj göndərə bilərik və yaxud da sonradan yenidən zəng eləyə bilərik. Yəni tutmadı da, valideyn telefonu götürmədi. Bu formada laqeyd yanaşmamalıyıq. Təkidli israrlı olmalıyıq. Bir çağırışda, ikinci çağırışda, üçüncü çağırışda zəngimizə cavab verməsə belə, bir müəllim kimi təkidli israrlı olaraq mesaj ata bilərik. Yəni valideynlə əlaqə saxlamaqda israrlı olmalıyıq. Amma təşəbbüsü ələ almaqda nə demişdik? Müəllim valideynin özünü gözləmədən özü onu zəng etməyə, özü onunla məsələn münasibət qurmağa təşəbbüsü ələ almalıdır. Özü münasibətin qurması üçün təşəbbüsü ələ alır dedik. Sonra burada gəlir ailə ilə empatiya yaratmaq. Təbii ki, empatiyanın nə olduğunu biz artıq bilirik. Yəni özümüzü ailənin yerinə qoyuruq, onları başa düşdüyümüzü onlara bildiririk. Sonra gəlir məxfiliyi qorumaq. Məxfiliyi qorumaq da konfidensiallığı qorumaqdır. Yəni hər hansı bir məxfi bir şey varsa, test nəticəsi olsun, akademik göstəricilər, sağlamlıqla bağlı bir şey ola bilər, davranış məsələləri, ailə daxili məsələlərdən xəbərdar olmaq və s. daxildir. Yəni tutalım ki, valideyn gəlib müəllimlə bölüşür ki, uşağında hər hansı bir xəstəlik var və yaxud da
akademik nəticələri ilə bağlı kiməsə o biri qruplara göndərməyin falan. Yəni müəllim bu vaxtı məxfiliyi qorumağı bacarmalıdır. Yəni onu hər kəsə açıb demək yox, o məxfiliyi qorumağı bacarmalıdır. Ən sonda burada gəlir valideyni anladığımızı göstərmək. Valideyni anladığımızı göstərməkdə bu da təbii ki, yəni müəllim valideynə onun sözünü kəsmədən sonacan qulaq asmalıdır, onu dinlədiyini ümumiləşdirərək valideynin onu düz başa düşüb düşmədiyini dəqiqləşdirir. Yəni o danışır, valideyn dərdini bizə danışır bir sözlə. Biz də ona sonacan qulaq asırıq, onun sözünü kəsmirik. Sonradan isə fikirlərimizi ümumiləşdirib deyirik ki, mən sizi düz başa düşmüşəmmi, siz bu cür demək istəyirdinizmi? Bunlar oldu bizimlə valideynlərlə düzgün münasibət qurmaq üçün əməl olunmalı nüanslar, diqqət yetirilməli olan nüanslar deyək. Çətin bir mövzu deyil, çox rahat bir mövzudur, asan bir mövzudur. Testləri də çox sadə idi, rahatdır. Mövzunu başa düşmüsünüzsə, rahat şəkildə testləri də işləyəcəksiniz. Kitabdan da yaxşıca oxuyacaqsınız. Yəni elə kitabdan bircə dəfə də oxusaz, mövzunu rahat şəkildə başa düşəcəyiniz bir mövzudur. Çox sadə bir mövzudur, yenə deyirəm. Amma ki, vacib mövzulardan biridir və əsasən də mən sizə bayaq qeyd elədiyim valideyn iclasları haqqında olan xüsusiyyətlər, demokratik, avtoritar üslub olan xüsusiyyətlər, onları əsas yadda saxlayırsınız. Çünki situasiya tipli testlər olur ki, elə imtahanda da onlar üzərindən düşür. Ən çox da valideyn iclasları zamanı olan xırdalıqlar, hər kəsin qabağında uşağı nə bilim pərt eləmək, məxfiliyi qorumamaq, konfidensiallığı qorumamaq, bunlar üzərindən situasiya tipli testlər düşür. İzahımız bu qədər. Ümid edirəm başa düşmüsünüz. Hər birinizə uğurlar. Sağ olun.